Salam əleykum hər kəsə dostlar. Bugünkü mövzularımızdan biri olacaq bugün on-chain analitika. Buna başlamamışdan əvvəl təbii ki kanala mütləq şəkildə abunə olun. Mütləq şəkildə zınqrov işarəsini qoyun ki yeni videolarda məlumatınız olsun. On-chain analitika deyiləndə ümumən belə deyək də hansısa bir blokçeyndə olan hərəkətləri analiz etmək və lazım olan hansısa bir adresin özünü necə aparmağını və ümumiyyətlə hansısa bir adresdə olan vəsaitin necə izlənməsi və digər məsələlər, yəni bu məsələlər üzrə baxış keçirəcəyik. Mən bir neçə adresdən istifadə edəcəm. Bu adreslərdən biri də məsəl üçün elə öz adresimdə ola bilər. Ümumən sizə deyim ki, bütün blokçeynlərin, yəni tokenlərin yox, bütün blokçeynlərinin özlərinin öz unikal blokçeyni var. Yəni öz blokçeyn baxış yeri var. Hardan ki biz oradan lazım olan məlumat tapa bilərik. Məsəl üçün Bitcoin-in öz blokçeyni var və öz adres formatı var. Ethereum-un öz blokçeyni var və öz adres formatı var. Məsələn, Tether-in blokçeyni yoxdur, çünki o tokendir və hansısa blokçeynlərdə yaşayır və Tether istifadə etmək üçün, məsələn, Ethereum blokçeynində olan Tether-dən və yaxud Binance Smart Chain-də və yaxud Solana-da olan Tether-dən istifadə etmək olar. Bunlar belə işləyir və indi gəlin baxaq əsas məsələlərə. Biz necə on-chain analitika apara bilərik, hansısa bir adresi necə izləyə bilərik, orada olan hərəkətlərə baxa bilərik və yaxud öz adresimizdə olan hərəkətlərə baxa bilərik. Bunun üçün təbii ki toolslar var, asobi, yəni alətlər var. Hansı alətlər ki, avtomatizasiya olunmuş alətlərdir. Məsəl üçün bunlardan biri Debankdır. Siz Debank, məsəl üçün EVM üzrə, yəni Ethereum virtual maşın üzrə olan adreslərinizi, məsəl üçün Ethereum blokçeynidir, Arbitrumdur, Binance Smart Chain-dir və yaxud 0x-dən başlayan adreslər deyək də, Lori dildə desək, belə bir adresi izləmək üçün siz təbii ki, avtomatizasiya olunmuş belə deyək, Debank kimi toolslardan istifadə edə bilərsiniz. Amma bəzi blokçeynlər var ki, orada Debank kimi tools sizə kömək eləmir. Məsəl üçün, bax, burada biz açsaq, Debank bizə göstərir ki, hansı blokçeynlərdə nə qədər vəsaitin var və təbii ki, burada da biz transaction bölümündə də transaksiyaları təbii ki, izləyə bilərik, baxa bilərik. Hansı transaksiyasına yerinə yetirilib. Adres haqqında məlumatlar biz burada toplaya bilərik. Məsəl üçün, burada görürsünüz, active since, yəni adresin 2855 gün ömrü olduğunu göstərir. Yəni 2855 gün bundan qabaq ilk dəfə bura transaksiya daxil olub. Bəli, beləsindən analitik proqramlar var. Harda ki, yəni tək Debankı sadəcə göstərdim, çoxdur. İndi bunların hamısını burada sadalamaq istəmirəm. İstəsəz, yəni çox tapa bilərsiniz analitik proqramlar. Yəni ChatGPT-dən də soruşa bilərsiniz. Amma bizə əsasən nə lazımdır? Özümüz analitika eləməyi bacarmaq, özümüz transaksiyaları başa düşmək və özümüz lazım olan məlumatı tapmaq. İlk olaraq Ethereum coinini götürürəm. Ethereum coini haqqında baxın, bizdə CoinMarketCap-da məlumatlar, qiymət falan, peşməkan kapitalizasiya və burada bir dənə belə bir bölüm var. Explorers, yəni belə deyək, bir növ bunların kitabxanası deyək bura. Harda ki, bütün transaksiyalar həmin kitabxanada yaddaşda qalır. Explorer burada cürbəcürdür. Görürsünüz, baxın, Etherscan var, Nonsense var, Solscan var, BSCscan var, OKEx var. Etherscan'ı götürək. Yəni əsasən Ethereum ağının belə deyək, kitabxanasının baxış yeri Etherscan'dır. Burada təbii ki, bizə blokçeyn haqqında analitik məlumatlar çıxır. Ethereum'un qiyməti, market cap'ı çıxır və daha sonra transaksiya sayını görürük. Görürük ki, 2 milyard sayı, trilyard sayılırsa, burada prosta M yazı var, tam olaraq çıxarmaq olmur. Amma ümumən də, yəni transaksiya sayını yazır. Burada 12.2 TPS yazır, yəni transaction per second, ən maksimal Ethereum ağında işlənilə bilən transaksiya sayı 12.2 transaksiyadır. Qaz price yazır, qaz qiymətini yazır və sonuncu safe blok, yəni ən sonuncu mining olunan blok və sonuncu finalizasiya olunan blok göstərir. Və təbii ki, burada görürsünüz, bloklar var, belə deyək, bir növ korobkalar, hara ki, transaksiyalar yerləşdirilir və təsdiq olunur. Burada da yazır ki, minerləri kimdir? Məsəl üçün, bu bloku Lido Execution, məsəl üçün, mining eləyir, bunun Titan Builder, belə deyək də, burada olan validatorlar səhv etmirəmsə və Beware Build. Belə, ümumən burada görürük və burada da son transaksiyaları aça bilərik. Məsəl üçün, hansısa bir transaksiyanı biz açırıq, təsadüfi bir transaksiyanı və görürük ki, kimsə 0.5 Ethereum, 83 dollar Ethereum-u stake.com-dan, yəni bu səhv etmirəmsə gambling saytıdır, oradan çəkibdir.
Yəni öz balansına çəkirdi və bu həmin adamın da adresi bax burada göstərir bizə. Bu tranzaksiyanın ümumi baxış yeridir. Var bu Etherscan-da reallaşdırılır və gedir dalşı, belə deyək də, davamı gedir tranzaksiya haqqında məlumatlar. Burada baxırıq, transaction hash var, yəni transaksiyanın hashlanma kodu. Baxın, əsas məsələ budur burada, checkdir bu. Məsəl üçün kiməsə nəsə USD göndərmisiniz, o da deyir ki, mənə sübut elə ki göndərmisən, sən ona screenshot atırsan və deyir ki, ola bilsin ki, bu screenshot Photoshopdur, mənə transaksiya haşı ver. Bəli, sən bu transaksiya haşını verə bilərsən ona və indi bunu yox, bu kimindirsə. Yəni bunu sən özün də axtarıb tapdığın, bunu verə bilərsən ona ki, ay qardaş, gələ bax, həqiqətən də blockchain-də yoxla ki, mən sənə ödənişi eləmişəm. Və təbii ki, transaksiya haşı vasitəsilə bu onu eləyə bilər. Status success o deməkdir ki, artıq yerinə yetirilib. Blok göstərilir ki, neçənci blokda yerinə yetirilib 8-də. Ondan sonra 8 dənə blok confirmation o deməkdir ki, yəni artıq 8 dənə blok təsdiq olunub ondan sonra, yəni təhlükəsiz bir transaksiya sayılır bu. Timestamp yazılır burada. Müddətdir. 3 saniyə təsdiq olunub və haçan, ayın tarixinəcən yazılır. Burada təbii ki, saat UTS ilə yazılır. Bizdə UTS plus 4 olduğuna görə bizdə saat 12:39 sayılır. Yəni bu transaksiyanın vaxtı bizdə 08 yox, üstünə 4 saat gəlir, 12:39. Sponsor, təbii ki, sponsor burada reklam da olur burada bəzən və yaxud transaksiyanı sponsorluq edən hansısa bir validator olsa o da. From hardan, görürsünüz, adres və to hara. Yəni from hardan gedib və hara gedib. Bu sadə tranzaksiyadır, Ethereum köçürməsidir və bunu analiz eləmək çox asandır. Biz görürük nə qədər Ethereum köçürülüb, nə qədər transaction fee ödənilib, qazın qiyməti göstərilir, qaz limiti yazılıb bura və usage by tokens, yəni tranzaksiya tərəfindən istifadə olunmuş qaz. Qaz limiti o deməkdir ki, bu tranzaksiya 105.000 qaz limit qoyublar və onun cəmi 21.000 istifadə olunub. Yəni təsəvvür edin ki, 105 litr benzin tökmüsünüz və cəmi 21 litr benzin istifadə olunub, qalan benzin isə sadəcə olaraq sizin balansınızda qalır. Yəni Ethereum balansınızda qalır. Qaz fees burada yenə məlumat göstərilir ki, bu tranzaksiyaya görə nə qədər Ethereum yandırılır. Bilirsiniz, Ethereum yanır, hər tranzaksiyada istifadə olunan Ethereum yanır və tranzaksiyanın tipi var. Legacy, bir də ki, EIP 1559 səhv eləməmsə var tranzaksiya tipləri və nonce-dır. Hal-hazırda bax stake.com saytı nonce o deməkdir ki, bu günəcən 4.410.495 dənə tranzaksiya həyata keçirib. Position in block o deməkdir ki, blokda olan pozisiyası. Və biz beləliklə bu tranzaksiyanı analiz elədik, belə deyək, bir növ analitika elədik. Və bu təsadüfi bir tranzaksiya idi, götürülmüşdüm blockchain-dən. İndi isə məsələn öz adresimdən atıram bura və öz adresimdə məsəl üçün hansısa bir tranzaksiyanı gəlin baxış keçirdək və təbii ki, başqa blockchainlərdə baxış keçirəcəyik. Hal-hazırda biz Ethereum və Ethereum-a oxşar blockchainlərdən söhbət gedir. Baxın, indi bu Etherscan-dır. Mən bunun BSC scan-da da eləsəm, yenə də eyni nəticə olacaq. Yəni, bunlar Ethereum virtual maşın üzərində olduğuna görə, bu blockchainlər Ethereum virtual maşın üzərində olduğuna görə hamısının, belə deyək də, kitabxanası eyni növdədir. Yəni, sən, məsəl üçün, fərqli bir kitabxanaya müraciət eləmirsən. Eyni tipli, yəni EVM, virtual virtual. Baxın, məsəl üçün Binance Smart Chain-də də fikir versəz, elə də bir güclü fərqi yoxdur bu skanerlər arasında. Baxın. Yəni, hər ikisi də demək olar ki, gəlin elə BSC üzərindən, məsəl üçün, gəlin bu adresimizi ataq və baxaq görək nə var, nə yox. Mən indi adresi skan eləyirəm və Ethereum virtual maşın üzərində olan bir adresi skan eləyək. Təbii ki, ən sadə analitika EVM üzərindən olan analitikadır. Çünki bu blockchain çox sadə blockchaindir və çox usability blockchaindir. Məsəl üçün, siz Solana blockchainində daha çox əziyyət çəkə bilərsiniz analitika aparmaq üçün. Düzdür, məlumat tapacaqsınız, amma hiss eləyəcəksiniz ki, aha, biraz elə bir fərqlidir. Binance Smart Chain son vaxtdan olsa normallə işləmir. Gəlin Arbitrumdan götürək. Ethereumdan götürmürəm ki, sonra deyəcəksiniz ki, ancaq Ethereumdan götürdün. Ona görə gəlin Arbitrum coinini tapaq. Arbitrum bilirsiniz, layer 2-dir Arbitrum və onun Explorerindən istifadə edək. Gəlirik bura uşaqlar. Explorer, yəni baxın burada Explorer Arbiscan. Arbiscana giririk ki, bu adresin Arbitrum üzərindən olan fəaliyyətinə baxaq. Çox gec açılır, bilməm, mənim IP adresimlə problem ya nədənsə, ümumən saytlar çox gec açılır keşi təmizləmək. Bəlkə bizə kömək eləyər, amma açılmışdı, amma heyf gərək təmizləmədi. Yaxşı, perzaqusk eləmirik və ümumən gözəyə yüklənsin. Və budur dostlar, mən bilməm, mənim adresim üzrə hansısa bir fəaliyyət olub Arbitrumda yoxsa yox, fəaliyyət olmayıb. Təsadüfi bir adres götürək, məsəl üçün, gəlin ən axırıncı tranzaksiyanı götürək. Kimsə hansısa bir tranzaksiya yenitirib, mənə əsasən lazımdır hansısa bir stablecoin ya yaxud USDT tranzaksiyası, gəlin bir dənə USDT tranzaksiyası tapaq. Bunun üçün biz tranzaksiyalara baxa bilərik, view all transaction baxırıq, baxaq görək. Ümumən burada, baxın, adları yazılıb burada, görürsünüz, hər bir funksiya, məsələn, receive, BNB,
earn, nə bilim, delegate call, bu məsələlər burada hamısı var. Swap compact var, withdraw var, submit prof var. Hər bir belə deyək də bu məsələnin hər biri bir məna daşıyır. Yəni transaksiyanın növü mənasını daşıyır. Bunu da nəzərə almaq lazımdır və burada biz təbii ki, swaplara baxa bilərik. Məsəl üçün, baxın, belə bir böyük bir transaksiyadır və bəli, bu artıq ERC20, yəni ERC20 transaksiyasıdır. Yəni də transaction hash olduğu kimi qalır və burada nə baş verir? Yazır ki, call swap function by bu adres tərəfindən Open Ocean Exchange versiya 2-də hansısa bir funksiyaya çağırılıb, swap funksiyası, yəni hansı coin-i harası dəyişmək. Nə edir bu yoldaş? Bu olacaq from və to var burada, from to var. Deməli, bu adam Kelp DAO REST Ethereum-un dəyişib, yəni dəyişib, swap eləyib, sadə Ethereum-u. Baxın, çıxışda biz alırıq sadə Ethereum və görürük ki, həmin həqiqətən də sadə Ethereum, yəni $2.21 Ethereum bu adresə köçürülüb ən axırda, transaksiyanın axırında. Yəni transaksiya buradan başlayır və burada da bitir transaksiya. Və burada biz swapda həqiqətən də görürük ki, bu adam nə iş görür? Bu göstərir ki, Kelp DAO Restacked Ethereum var, bəli, var bir Ethereum. Onu dəyişib sadə wrapped Ethereum-a və burada görürsünüz wrapped liquid stake edin, yəni buradan liquid də götürülüb. Bunu avtomatik üzrə həmin Open Ocean belə deyək də swap-ı eləyir. Və burada biz həqiqətən də belə baxanda ilk baxışdan çox qəliz gələ bilər, amma başa düşəndən sonraki nədir burada? Nə var, nə yox burada? Yəni siz açıb transaksiyanızı baxırsansa, ERC20 token transferə baxırsansa, nəticəni zaten sən nəysə dəyişəndə sən başa düşürsən ki, sən USDT dəyişdin, ya sən nəsə başqa bir şey dəyişdin. Gəlin Open Ocean'ın Exchange versiya 2-nin ümumi belə deyək də, ümumi kontraktını açırıq və burada nələr baş verir, baxırıq, kimlər nə swap eləyib, baxırıq. Görürsünüz, kimsə GMX swap eləyib, kimsə Ethereum nəsə swap eləyib. Bunu bilmək üçün də biz təbii ki, mütləq transaksiyanı açmalıyıq. Görürük ki, kimsə 2239 dənə Orbiter tokenini swap eləyib 0.04 Ethereum-a, yəni $23 Ethereum-a swap eləyib. Yəni, baxın, analitika belə aparılır. Sizə hansısa bir token, hələ ki token harasa çıxmamışdan qabaq, nə bilim, CoinMarketCap-a çıxmayıb və yaxud da çıxmayıbsa, siz tokenin smart kontraktını tapırsınız və onun, məsəl üçün, ERC20 və yaxud transaction bölümünə ümumilikdə baxa bilərsiniz, swaplara baxa bilərsiniz. Məsəl üçün, GMX tokeninin swapı gedib, GMX tokeninin swapı gedib və Saving USDC-ya swap eləyib. Məsəl üçün, təkcə GMX tokenində biz aça bilərik, üstünə vurırıq, avtomatik olaraq biz yönəlirik GMX tokeninin səhifəsinə, belə deyək, GMX tokeninin smart kontraktına və görürsünüz, GMX tracker var, giririk, göstərir ki, bizə total supply, yəni həmin bu blockchain-də, Arbitrum blockchain-ində 10 milyon dənə GMX tokeni var. Ola bilsin, ümumi də ola bilər, ola bilsin ki, Arbitrum blockchain-ində olan tək ola bilər. Yəni, bəzən elə tokenlər var ki, ümumi supply yazır, bəzilər var ki, sırf həmin blockchain-də olan miqdarı yazır və holder'a baxırıq, 302 min holder var, bunu görürük və görürük ki, bu vaxtda 8 milyon, yəni 8 milyon yarım TX transaksiya həyata keçirilib. On-chain market cap 157 milyon dollar görək, price 14.89. Yəni bizə heç belə deyək də coin market cap olmadan belə biz hansısa belə çıxmamış, yaranmamış bütçəyə baxa bilirik, tokenə baxa bilirik. Burada kimsə gördüyünüz kimi baxın, ya gəlirdi bu, yəni handle reward çox güman ki, gəlir transaksiyasıdır. Məsələn, execute order var burada, ingilis dilim ola bilər, pisdir mənim. Bu swap orderidir. Məlum məsələdir, execute, yəni swap orderi var. Stake GMX var, məsəl üçün stake. Yəni tokenda nələr baş verir, biz hər şeyi görə bilirik. Kimsə məsəl üçün stake eləyir, baxın, görürük. Stake GMX, hansısa bax, bu adres GMX-in smart kontraktda stake funksiyasını çağırıb və görürük ki, 479 dənə GMX tokenini stake eləyib və 479 dənə də, baxın, şey əldə eləyib, zalog. Yəni, məsəl üçün, siz GMX tokeninizi ora qoyursunuzsa, həmin protokol sizə öz tokenini verir ki, yəni həqiqətən də o token səndə olduğu müddət sübutdur ki, sənin həqiqətən də burada, məsəl üçün, 479 dənə GMX-in var. Bax, belə. Ümumən belə gedir. Ümumiyyətcə, EVM-dən çıxmaq istəyirəm. EVM-lə məlum məsələdir. Bir dənə də USDT, ən yaralı məsələlər. USDT-ni mənə göndərirlər, yoxsa yox, bunu bilməliysin. Gəlin USDT ilə açırıq buradan token şeyin. Baxın, transfer, sadə bir USDT transferi açacağım. Tutaq ki, bir userdən digər userə olan USDT transferini açıram ki, analitik eləyəm. Baxın, transaction hash var burada. Məlum məsələdir, check artıq var. Bunu kimə göndərsən, atıb Arbitrum skanıya, hansı blockchain isə oradan baxa bilər. Status var, success yerinə yetirilib, confirm by sequence, artıq problem yoxdur. Bu təsdiqlənmiş bir USDT.
USDT-dir, təsdiqlənmiş. Yəni burada artıq problem yoxdur. Transaction action yazır ki, transaksiyada nələr baş verir? Qısaca bunu qısaca yazır flash. Yəni bura baxmadan sən başa düşə bilərsən. Deyir ki, transfer 14.90 USDT. Baxın, fake USDT olmamağına əmin olmaq üçün USDT-nin qabağında mütləq şəkildə bax bunu görməlisiniz. Bunu görürsünüzsə deməli bu USDT fake deyil. Biz sizə fake USDT-lər var şeydə. Ümumiyyətlə blockchain-lə çoxunda. 14.90 USDT yazır. Burada həmçinin də qiymətini də göstərir. Qiymətini göstərirsə və burada biz bunu görürüksə, deməli bu fake deyil, problem yoxdur. Və bu adresə köçürülüb deyil. USDT transfer bu adresə köçürülüb. Kimdən köçürülüb? Deməli from, yəni bu adres müraciət eləyib Interactive müraciət eləyib Tether USDT tokeninin smart kontraktına ki, məndə olan 14.90 USDT-ni filan adresə, yəni bu adresə köçürdü. Və təbii ki, bu təsdiqlənmiş bir transaksiyadır. Və bu transaksiyaya biz baxanda artıq başa düşürük ki, hə, həqiqətən də bizə USDT köçürülüb. O birjada görsənməsə də görsənməsə də, ola bilər biz gec də görsənə bilər. Açırıq məsəl üçün həmin adresi, kimə ki 14 dollar köçürülüb. Baxın, həmin adresi açırıq, boş adresdir, heç bir divisioniyası olmayan, hərəkət olmayan adresdir və token transfer yerçə 20-yə giririk və görürük ki, həqiqətən də bu userə 1 dəqiqə bundan qabaq 14.90 USDT gəlib. Göndərən şəxsin adresini açırıq, from açırıq, görürük hansısa bir 100.000 zad balansı olan, 170.000 balansı olan bir adresdir. Və gördüyünüz kimi bu adres transferlərlə məşğuldur. Ola bilər hansısa bot ola bilər, tutaq ki, kimlərin hansısa bir rewardların paylayır, ya hansısa piramidadan çıxarış ola bilər, bilmirsən nədir. Yəni onu bilmək olmaz nədir. Sadəcə sən izləyə bilərsən və bu adresin çıxışlarına baxa bilərsən. Nə qədər yerçə 20 köçürüb 20 üçün, token transfer yerçə 20 və burada görürsünüz. Baxın, bütün bu transferlər var hamısı burada. Baxın, görürsünüz fake USDT. Baxın, kakraz yeri gəlmişkən, gəlin baxaq, fake USDT şeyinə baxaq. Baxın, bu fake USDT köçürməsidir. Call transfer for buy, yəni heç bir qiymət yoxdur. Yəni burada düzdür, bax ikonka var, amma 0 göstərir. Sənə 0 real USDT göstərir və göndərir və 9.90 dənə fake USDT. Çox adam burada girir, bunu görür. Yox, bu əsas deyil. Dostlar, əsas odur ki, bax, function bu adres tərəfindən hansı smart kontrakta çağırılır. Bu smart kontrakt Tether'in deyil. Qabağında yazılmayıb Tether. Burada biz qiymət 0.0, yəni heç bir dəyər görmürük. Deməli bu fake-dir. Yəni bu USDT köçürməsinə biz inanmırıq. Baxın, həm də fake USDT köçürməlində bax belə bir şey göstərir ki, yəni bu fake ola bilər. Diqqətli ol. Baxın, bunda göstərmir o xəbərdarlıq. Çünki saniyədə milyon dənə fake USDT buraxmaq olar. Milyon cür. Ona görə də Arbitrscan hamısını onların qara siyahıya salmağı çatdıra bilmir uşağı. Ona görə də baxın, görürsünüz məsəl üçün call transfer by function gedir hansısa level smart kontrakt, yalancı fake USDT smart kontraktı üstünə gətirəndə aşağıdakılar da biraz qaralır. Və görürsünüz, baxın, bu adresi köçürülən 500 USDT-dir, amma fake-dir. Bir də 0 USDT. Əsl USDT-dən 0-dır, yəni inandırıcı olsun. Məsəl üçün, hansısa bir Həsənqulu atsa və baxsa transaksiyaya deyəcək, ikonkası var, Tether yazılıb, deməli əsl. Amma əslində reallıq belə deyil. Reallıq belə deyil və bu fake USDT-dir. Bax belə, yaxşı oldu, burada fake USDT falan məsələlərinə baxdıq, bildik bunları. Və indi gəlin başqa bir blockchain götürəcəm. Məsələn, Solana çox çətin blockchain. İlk baxışdan anlaşılması çox çətindir. Solscandan baxacağıq, nə var, nə yox. Burada hansısa bir adresi götürmək istərdim, amma belədir, transfer transaksiyasını götürüyor. Baxın, burada da həmçinin biz Etherscan-dakı kimi hər şeyi görə bilirik, dostlar, görə bilirik. Signer əsasən transaksiyanı yerinə yetirəndir. Yəni bu adresi yetirib, bu transaksiyanı yerinə yetirib. Legacy mod var, summary var. Yəni legacy bütöv transaksiyanı bütövlükdə görsən, summary yəni ki, cəmləşdir, tez bazar mənə bir məlumat ver. Burada əsasən görürük ki, bu swap eləyib. Pump funda nəsə hansısa bir G-Devil Once var hansısa token üzərindən hansısa bir əməliyyat eləyir və nəticədə balansına 11 dollarlıq baxın bu adresə, yəni ən nəticədə ən sonda bu adresə gəlibdir, bu adresə məsəl üçün bax, super, bax burada belə bir şey var, funksiya var. Pump fandan gəlib, bunu da qızardıq, yaşlaşdıraq, baxın görürsünüz, bu adresə, yəni bu adamın adresinə bu qədər Solana gəlib. Hansısa bax bu tokeni qırmızı eləyək, yəni hansısa bir scam token deyək, swap eləyib, bax göstərir, swap filan qədər, filan, for, yəni nə üçün? 11 dollarlıq Solana üçün swap eləyib. Bax belə sadə bir məsələlərə də baxmaq olur burada. Yəni burada da çox çətin deyil, sadədir. Həmin adamın adresini biz aça bilərik və görürük ki, spam, bunlar spamdır çoxu. Görə bilərik ki, bu adam belə də kasıbiyanə transaksiyalar var. Transfer var bunun. Məsələn, sadə transfer deyil. Yox, sadə transfer deyil.
$2 Solana ilə nəsə eləyib, Pump Fund'a. Yəqin ki, həmin o tokeni alandır. Baxın, görsəyəndə Pump Fund'dan nəsə almış sayılır. Nəyi alıb? New European Currency. Yəni, $2-3 Pump Fund'dan gic-gizə şeylər alır. $4 qalxan kimi balansında görürük. Qalxan kimi satır. 156 token var balansında. Çox güman ki, o qədər Pump Fund'a, Manfund'a zatda olur ki, spam çoxdur. Baxın, görürsünüz, spam çoxdur. Var burada transfers var. Transfers bölümündə biz ümumiyyətlə açıq aydın bütün transferləri görə bilərik. Daha öncə görürsünüz, bax, $11 gəlib. Yəni, çox güman ki, biz nəticə olaraq götürsək, bu adama, deməli, bu adama, yəqin ki, 28 sent qarşılığında 57.000 dənə Jewel Vans gəlib, bu Devil Vans gəlib və sonradan $11 qalxıb. Biz isə bu Pump Fund'da olan bəzi scam və yaxud digər məsələlər, bunlar tez qalxıb düşür. DeFi üzəri Activation var burada. DeFi, yəni hansı DeFi-larla hərəkət edib. Mən öz adresimi təbii ki, burada aça bilmirəm. Çünki bu kompüterdə mənim adreslərim yoxdur. Bu kompüter sadəcə videolar çəkmək üçündür. Amma ümumən, yəni, başa düşürsünüz ki, on-chain analitika burada necədir? Solana üzərindən on-chain analitikanda gördünüz ki, çətin bir şey yoxdur. Əgər siz, belə deyək də, Ethereum EVM üzrə başlayırsınızsa, nəsə öyrənməyə, nəsə başa düşməyə, digər blockchainlərdə nə qədər də çətin olmasa, bir müddət sonra sizin üçün asanlaşır. Tron üzərindən də bir dənə baxaq və bununla da videonu çox uzatmaq istəmirəm. Zaten video çox yekə oldu. Kanala abunə olmağı təbii ki, unutmayın. Baxın, burada açırıq, məsəl üçün, Tron skanı açırıq. Gəlin hələ token birbaşa USDT-ni açacağım və USDT transaksiyalarından birini götürürəm. Məsəl üçün, 7 saniyə bundan qabaq, 8 saniyə bundan qabaq kimsə USDT köçürdü. Bax, görürük, nə görürük? Görürük ki, transaksiyanın hash-ı, yəni də çek, həmin çek, kimə ki veririk, yiyəsinə ki, ay qardaş, ala bax, həqiqətən də sənə 68 göndərmişim. Ümumən yuxarıda, transaction details'da ən yuxarıda zaten Tronscan sənin işi asanlaşdırmaq üçün, yəni sən çox dərinə düşməyəsən deyənə göstərir ki, filan adres transfer edilib 68.5 dollar USDT filan adresə. Artıq sən başa düşürsən ki, burada söhbət nəyə gedir. Yox, sənə transaksiyanın dərinliyi lazımdırsa, confirmation sayı lazımdırsa, hansı super şeylərdir bunlar, bunlara super nə deyirlər adlardır, super reprezentativ, yəni super deputatlar deyək, belə super deputatlar tərəfindən təsdiqlənib. Görürsünüz, burada 16 dənə deputat artıq təsdiqləyib, 17-ci də təsdiqlədi ki, bunlar nodlar kimi şeylərdir, super deputatlar, yəni həqiqətən də transaksiya validdir, yəni fake deyil. Valid həqiqətən də keçib. Enerji göstərir ki, burada nə qədər tron yandırılıb, nə qədər enerji yandırılıb, komissiyada göstərilir və aşağılarda artıq daha dərin analitik informasiya lazımdırsa baxa bilərsiniz. Tək bir adresin analitikasına baxmaq üçün gəlin hələ göndərən adamın adresini açaq. Bu göndərən adam $68 göndərən adamın adresini açaq və bunun adresi üzrə də biz bütün analitikanı zaten burada görürük. Transfer sayın, transaksiya sayın, bu vaxtda 13 dənə transaksiyası olub və bunun transfersinə girsək görürük ki, bu adam məsəl üçün, daha öncə 82 USD göndərib, daha doğrusu 82 USD gəlib, buna sonra gedib, sonra 41 gəlib gedib, 68 gəlib. Ola bilsin ki, bu hansısa bir, belə deyək də, kiminsə Binance-da olan USD adresi olsun və avtomatik olaraq görürsünüz, pul gələn kimi gedirsə, deməli, avtomatik adreslərdən biridir. Və bu avtomatik adres olduğuna görə gəlir və gedir. Yəni, ola bilsin ki, hansısa hot walletlərə, yəni, Binance-ın və yaxud digər hansısa bir platformanın, görürsünüz, bax, adresi açsaq, Texnsa var, görürsünüz, bu adresi özü generasiya eləyib. Texnsa, yəni nədirsə, yəqin ki, hansı platformadır, görürsünüz, 20.000 USDT var və burada USDT girişlərinə baxsaq, görürük ki, bura nələr gəlir. Yəni, hansısa bir piramidanın sizdə adresi varsa, bax, belə açırsınız, atırsınız bura. Piramida, proyekt fərqi yoxdur, insan. Transfers bölümünə girirsiniz və bütün USDT və yaxud giriş tırıcı 20 formatında olan bütün girişləri burada rahat şəkildə görürsünüz. Baxın, görürsünüz, bütün analitik girişlər var. Çıxışlar mənfilə yazılır. Görürsünüz, mənfi 10.100. 10.100 göndərib harasa, yəqin ki, aradan çıxırlar. Belə deyək, piramidalarda adətən nə olur və baxa bilərik, davam edə bilərik, izləyə, bütün adreslərinin izinə düşə bilərik. İzləyə gedib çox dərinliyə gedə bilərik. Düzdür, Nonsense-dir, yəni, nəsə belə bir platform var, harada ki, vəbşə açır xəritə kimi, o da var, amma əllə izləmək, yəni, ilk növbədə bunu başa düşməlisən ki, daha sonra artıq zaten bütün chain analitika eləyən proqramları da ən axırda sənə gəlir, transaksiya xeşin verir və sən yəni enində sonunda gəlib skanda onu baxmalısan ki, bilməlisən ki, bu nədir. Və belə dostlar, ümid edirəm ki, bu video faydalı oldu sizə və on-chain analitika haqqında biraz fikirləriniz yarandı. Uğurlar arzulayıram. Probe eləyin, on-chain analitikanı bilmək lazımdır. Gələcəkdə hansısa bir tokeni izləmək, çıxarmaq və yaxud hansısa adresi izləyib axırına çıxmaq ki, görək səndən uğranan USDT hara getdi və yaxud belə bir problemlər saçınsa necə tapa biləsən. Mütləq şəkildə məlumatları xeyir işlərə belə deyək də istifadə edin. Mən heç bir halda on-chain analitikanı
belə deyək də pis bir məqsədlərlə istifadə etməyi məsləhət görməzdim. Bu qədər dostlar, özünüzə müğayət olun, kanalı like edin, mütləq şəkildə kommentlərinizi yazın, kanala abunə olmağı da unutmayın. Bu qədər, sağ olun.